Kişi işdən evə gələndə bilirsiniz yorğun gəlir. Qapını döyəndə açırsınız, ay can qadan alaram sən deyirsən. Əlində salfan varsa alırsan kuxnyaya qoyursan, mətbəxə qoyursan, ayaqqabısını çıxarsan, corabını çıxarsan, otuzdursan divanın üstündə. Tez qəşəng pür rəngi çayını versən, yeməyini qızdırsan, qabağına qoyursan, yeyir. Ondan sonra yedikdən, doyduqdan sonra telefonu da verirsən əlinə, deyirsən qadan alaram səni. Danışdığın varsa, sevgilin varsa yazış, sənə mane olmayayım. Mən bu kişini küçədən tapmamışam ama. Otursun, rahat danışsın, eləsin, gülsün öz üçün, istirahətini eləsin. Mən ona incidə bilmərəm ki, bütün evin yükü olsun onun üstündədir. Elə deyil. Bir dəfə ki, o xəyanət elədi, eləmədi, nə olasıdır, əvvəl-axır bu evinə gəlir. Ona görə kişiləri incitməyə dəyməz. Yəni can, evin yükü onun üstündədir. Bir dənə xəyanətə görə mən ondan dalaşası deyiləm. Belə.